Cismi 2F'də qoyacağıq bu dəfə. Yəni cisim məsafəsi 2F'də olacaq. Yenə də bu toplayıcı linzanı şəklini çəkək. Baş optik oxu da qeyd edək. Və F'ləri də yenə də 2,1 F'ləri də qeyd edək. Hə, indi cismi qoymuşuq 2F'də. Yəni D F-ə bərabər. Yəni cismi F'də qoymuşuq, üzr istəyirəm. Onunla görə xəyal alınırmı, yoxsa alınmır mı? Ona baxırıq. Cismi qoyduq 2F'də. Qayda necə idi? Qayda belə idi ki, paralel şua göndərməli idik. O paralel şua hökmən F-dən keçməlidir. İkinci qayda baş optik oxdan keçməlidir. Sizin də gördüyünüz kimi bu şüalar kəsişməyəcək. Kəsişmir deyəndə ona görə də deyirlər ki, xəyal alınmır. Bəzən deyirlər xəyal alınmır və bəzən də deyirlər ki, xəyal alınırsa da sonsuzluqda alınır. Bəzən deyirlər xəyal alınmır, bəzən də deyirlər ki, alınırsa da sonsuzluqda alınır. Yəni siz bu ikisini də deyə bilərsiniz. Hansı cavablarda olsa təbii ki, onu qeyd edərsiniz. Bax belə. Bu da cismi F-də qoyanda xəyalı da dedik ki, sonsuzluqda alınır və yaxud da dedik ki, heç alınmır. İndi biz cismi belə deyək də F ilə 2F arasında qoyaq. Yeganə mövhumi xəyal alınan hissə idi bu. Bu arada onu deyim ki, yeganə mövhumi xəyal burada bu şəkildə alınır. Cismi hara qoyanda? Cismi F ilə linza arasında qoyanda. Cismi F ilə linza arasında qoyanda. Cismi F ilə linza arasında qoyanda. Baxın, cismi qoyduq F ilə linza arasına. Siz də görürsünüz. Bu cismin hündürlüyü 2 metrdir. Deyək ki, 2 damadır. Bunun xəyalı necə olacaq? Bunu biraz da aşağı sürüşdürək. Çünki bizdə yuxarıda xeyli görmək lazım olacaq. Hı -hı. Yenə də qaydamız dəyişmir. Qaydamız olduğu kimi qalır. Deməli, paralel şua göndəririk. Paralel şua. O hökmən F-dən keçir. Gördüyünüz kimi F-dən keçdi. Digər tərəfdən də optik mərkəzdən şua göndəririk. Optik mərkəzdən də şua göndərdik. Bax, bu şuaların gördüyünüz kimi kəsişmə ehtimalları yoxdur. Amma onların uzantıları kəsişə bilər. Aha, onların uzantıları kəsişir. Uzantılarında kəsişirsə xəyal mövhumidir demişdik. Bax, bunun uzantısı belə gedir. Bunun uzantısı da bu şəkildə gedir deyək. Bax, bu şəkildə. Gördüyünüz kimi, dəyərli şagirdlər, burada bu cismin xəyalı alındı. Gördüyünüz kimi xəyal düzünədir. Qırıq-qırıq şüalarda, qırıq-qırıq xətlərin üzərində alındığına görə də mövhumidir. Deməli, bu cisimimiz, bu da onun xəyalı. Deməli, cismi F ilə 2F linza arasına qoyanda, cismi linza ilə fokus nöqtəsi arasında qoyanda xəyal mövhumi olur. Mövhumi nədir? Qırıq-qırıq xətlərdə xəyal alınmaq. Gördüyünüz kimi düzünə olur. Düzünə olur. Və böyüdülmüş olur. Böyüdülmüş olur. Bax, lupa var ha, lupa. Lupada
bu cür xəyal alınır. Lupada bu cür xəyal alınır. Bax belə, dəyərli şagirdlər. Linzada xəyallarını qurduq və ola bilər ki, cisim sonsuzluqda yerləşir. Cisim sonsuzluqda yerləşəndə xəyalı fokus nöqtəsində və nöqtə şəklində alınır. Gəlin onu da deyək sizlərə. Onu da deyək. Deməli, biz cismi sonsuz uzaqlıqda yerləşdirmişik. Məsəl üçün, buralarda bir yerdədir. Onda paralel şüalar gələcək. Sonsuzluqdan paralel şüalar gələcək. Gəldikdən sonra linzanın üzərinə düşəcək. E, Deyək ki, buradan da bir dənə şüa gəldi. O da həmən nöqtədə F-dən keçməlidir. Deyək ki, şüanın biri də gəldi. Biri də F-dən keçməlidir və nöqtə şəklində. Deməli, cismi biz sonsuzluqda yerləşdirəndə xəyal fokus nöqtəsində alınır və nöqtə şəklində alınır. Beləliklə, dəyərli şagirdlər, toplayıcı linzada xəyal qurmaqla işimiz bitdi. Bayaq mən bir şey unutdum sizlərə deməyə. Toplayıcı linzada bir halda mövhumi xəyal alınırdı. Bayaq D kiçikdir F şəklində olanda. O hal üçün mən sizə bunu deməliyəm. Deməli, burada toplayıcı linza düsturu yazmışıq xəyal həqiqi olanı hal üçün. İndi buradan da yazaq ki, xəyal məfhumi məfhumi olduqda toplayıcı linza düsturu toplayıcı linza düsturu. Onda düstur bu şəkildə olur. 1 bölü f bərabərdir. 1 bölü minus 1 böl f. Bax, bu şəkildə olur xəyal mövhumi olduqda ki, buna fikir vermək lazımdır. İndi, necə ki, bayaq biz burada toplayıcı linzada xəyal qurmanın 3 şərtindən danışdıq. İndi səpici linzada xəyal qurmanın 3 şərtindən danışacağıq. Amma sevindirici məqam ondan ibarətdir ki, səpici linzada xəyal həmişə mövhumi olur, həmişə düzünü olur və həmişə kiçildilmiş olur. Cisim məsafəsinə asılı olmayaraq. Amma biz yenə də qeyd edək ki, səpici linzada xəyal qurmaq, səpici linza, ümumiyyətlə buraya yazaq səpici linza, üzərinə düşən işıq şüasını hər tərəfə səpələyir, paylayır. Ona görə də bu linzanın adı səpici linzadır və bu səpici linzanın fokus məsafəsindən də mən sizə danışacağım. Bu səpici linzadır. Bu da baş optik oxudur. Paralel şüalar gəlir. Buradan sınır. Sındıktan sonra onların uzantıları bax burada kəsişir. Digər tərəfdən də bu şəkildə yenə paralel şüalar gəlir. Sındıktan sonra onların uzantıları gedib kəsişir bu nöqtədə. Həmin o kəsdikləri nöqtəyə fokus nöqtəsi deyirlər. Səpici linzanın fokus nöqtəsi deyirlər. Linzanın mərkəzindən də həmin nöqtəyə qədər olan məsafəyə isə səpici linzanın fokus məsafəsi deyirlər. Səpici linzanın fokus məsafəsi və o sıfırdan kiçikdir. Çünki belə deyək də, buranı sıfır götürsə, sıfırdan soldakı ədəddir. Hə, səpici linzada xəyal qurmanın da 3 şərti var idi. Birinci şərt nədir? Birinci şərti deyirəm. Yenə də bax, bu səpici linzadır. Bura biz F yazırıq. Burada bir F yazaq. Paralel şüa gəlir. Səpici linza üzərinə. Bu səpici linzadan sınır. Sındıqdan sonra bunun uzantısı F-dən keçməlidir. Bayaq deyirdik ki, belə deyək də, şüanın özü F-dən keçməlidir. Burada deyirik ki, uzantısı F-dən keçməlidir. İkinci qayda toplayıcı linza ilə eynidir. İkinci qayda toplayıcı linza ilə həmən eynidir. Yəni, optik mərkəzdən keçən şüa istiqamətini dəyişmədən keçməlidir. İkinci qayda da bu şəkildə oldu. Və üçüncü qayda, yenə də deyək, paralel gələn şüa
F-dən keçirsə, F-dən gələn şüada paralel qalmalıdır. Belə ki, bunun şəkli bir qədər fərqlidir. Baxın, tutaq ki, burada bu şüa gəlib bu şəkildə, əgər bunu səpəci linz olmasaydı F-dən keçəcəkdi. F-dən keçmədiyinə görə bax bu formada səpələnəcək. Yəni onun qırıntısı F-dən keçəcək. Bu da üçüncü qayda. Səpəci linzada bu üç qaydanı bilsəz, siz xəyal qura bilərsiniz. İndi xəyal quraq. Buradan yazaq ki, qeyd yazaq ki, heç yazmayaq. Belə şifahi deyirəm. Cisim məsafəsindən asılı olmayaraq, cisim məsafəsindən asılı olmayaraq, səpəci linzada, səpəci linzada xəyal həmişə məfhumi, məfhumi düzünə və kiçildilmiş alınır. Bu həmişə belədir. Məfhumi düzünə və kiçildilmiş alınır. Gəlin bir dənə nümunə üçün şəklini çəkək, göstərək. Nətər olur deyə. Lövhəmiz burada. Bir dənə səpəci linza çəkib və onun şəklini, nümunəsini göstərək. Bu dəfə biz səpəci linzanı birbaşa işarəsini yoxdur deyənə birbaşa işarəsini çəkə bilməyəcəyik. Eybi yox. Bu şəkildə çəkəyim. Bu səpəci linzadır. Bu da baş optik oxdur. Buraya yazırıq F. Burada yazırıq F. Buraya yazaq 2F. Burada yazaq 2F. İndi deyək ki, cismi qoymuşuq F ilə 2F arasına. Deyək ki, cismi qoymuşuq F ilə 2F arasına. Görək bu cismin xəyalı necə alınacaq. Deməli, səpəci linzada da xəyal qurmanın 3 şərti var idi. Onlar hansılar idi? 1. Paralel şüa göndəririk. O şüanın özü yox, qırıntısı gəlib F-dən keçməlidir. Bax, hal-hazırda bunu mən göstərirəm. İkinci qayda optik mərkəzdən keçməlidir. Aha, görürsünüz, şüaların özündə yox, qırıntılarında xəyal alındı. Və o xəyala baxsaq görərik ki, xəyal düzünədir, xəyal düzünədir, mövhumidir və e, kiçildilmişdir. Bax, buraya yazdıq cisim, burada yazdıq xəyal. Deməli, səpəci linzada xəyal həmişə, bax, burada qeyd etdiyimiz kimi, həmişə səpəci linzada xəyal mövhumi, düzünə və kiçildilmiş alınır. Bax, bu şəkildə. Cisim məsafəsindən asılı olmayaraq, cisim məsafəsindən asılı olmayaraq, bax, bu xəyal həmişə bu şəkildədir. Və səpəci linza düsturunda yazaq bura, səpəci linza düsturunda yeri gəlmişkən yazaq buradan. Lap istəyirsiniz burada yazaq. Bu, onsuz da xəyal qurmaqla qutardıq. Görək bunun animasiyası varmı, yoxsa çıxmışam animasiyada qalıbsa yenə göstərək. Səpəci linza üçün olanı. Hə, var deyəsən. Buradan çıxaq. Aha. Baxın, səpəci linza düsturudur. Bax, gördüyünüz kimi yenə də bax, bu səpəci linzadır. Bax, bu cisimdir. Ekranı yenə deyəsən paylaşmamışım. Ekranı paylaşaq. Ekranda görürsünüz şəkildə animasiyanı. Bax, cisim məsafəsindən asılı olmayaraq
Bax, bu cisimdir, obyekt, bu da onun xəyalı. Həmişə xəyal gördüyünüz kimi kiçildilmiş alınır, düzünə alınır. Bax, mən yaxınlaşdırsam da xeyri yoxdur, uzaqlaşdırsam da xeyri yoxdur. Bu gördüyünüz şey də səpəci linza düsturuna aiddir. Burada bu xətt yerinə penguin də ola bilər. Bax, penguinin xəyalı da bu şəkildədir. Bir qələm də ola bilər. Qələmin də xəyalı bu şəkildədir. Gördüyünüz kimi kiçildilmiş, həqiqi, yox, kiçildilmiş mövhumi və düzünə alınır xəyal. Belə, səpəci linza düsturunu yazdıqmı? Biz bura yazmadıqmı? Mən onu xatırlamıram. Yazaq, səpəci linza düsturunda yazaq. Sonra keçək güzgülərdə xəyalın qurulmasına. Bu iki şeyi başa düşdünüzsə, səpəci linzada xəyalın qurulması və toplayıcı linzada xəyalın qurulmasını başa düşdünüzsə, güzgülərdə xəyalın qurulması çox rahat gələcək sizə. Burada yadımızdan çıxmasın deyək, səpəci linza düsturu. Səpəci linza düsturu. Səpəci linzada fokus məsafəsi burada qeyd etdiyimiz kimi mənfidir deyənə olacaq 1 bölünsün f bərabərdir. 1 böl d minus 1 böl f modulda. Bax, bu da səpəci linza düsturudur. Belə də yaza bilərik. Mənfi d bərabərdir. 1 böl d minus 1 bölünsün f. Bu şəkildə. İndi keçək sferik güzgülərdən danışaq. Sferik güzgülərdə də xəyalın qurulması bundan fərqlənmir. Burada kitabda yenə gördüyünüz kimi təkrar burada bir-bir xəyalların qaydalarını təkrar edək, sonra keçək. Demək, cismi F-də qoyduqda şagirdlər cismi bu getdi. Özürlü hesab edin. Demək, cismi sonsuzluqda qoyduqda, baxın burada sonsuzluqda qoyduqda xəyalı F-də alınır və nöqtə şəklində alınır. Cismi 2F-dən arxada qoyduqda, bunu qətiyyən əzbərləmirsiniz. Bax, bu 3 dənə şuanı çəkib tapırsınız. Cismi 2F-dən arxada qoyduqda xəyal F ilə 2F arasında qoyulur. Tərsinə çevrilmiş, həqiqi və kiçildilmiş alınır. Və cismi 2F-də qoyduqda xəyal tərsinə çevrilmiş, həqiqi və özü boyda alınır. Və bu arada dedik ki, xətti böyütmə belə olanda 1-ə bərabər olur. Sonra dördüncü qayda, cismi F ilə 2F arasında qoyduqda xəyal 2F-dən arxada alınır, həqiqi tərsinə çevrilmiş və böyüdülmüş alınır. Cismi F-in özündə qoyduqda burada yazıblar ki, xəyal sonsuzluqda alınır. Çünki bu paralel düz xətlər özləri fəzada kəsişə bilər. Nəhayət, cismi linza ilə fokus arasında qoyulduqda, yəni D kiçikdir F şəklində olduqda, bu cisimdir. Gördüyünüz kimi şüaların uzantılarında xəyal alınıb, xəyal mövhumi olur, düzünü olur və böyüdülmüş alınır. Və cisim olan tərəfdə alınır. Bu da önəmlidir. Burada lupada, fotoaparatda bunlar nə cür xəyal alınıb, hamısı öz əksini tapır. Deməli, səpəci linzada da xəyal qurmanın 3 şərtini burada qeyd edib. Paralel gələn F-dən keçir, uzantısı F-dən keçməli idi. Optik mərkəzdən keçən düz xətt düz keçir. Paralel gələnin uzantısı gedib F-dən keçir. Belə. Və səpəci linzada da xəyal həmişə mövhumi, kiçildilmiş və düzünə alınır. Həmişə. Səksən 7-88. Gözün optik qüvvəsindən danışaq. İnsan gözü də özü də optik bir sistemdir şagirdlər. Belə ki, gözdə də cisim 2F-dən böyük arxada alınır. Xəyal tor təbəqəsində həqiqi kiçilmiş və tərsinə alınır. Sadəcə bizim beynimizdə bir maddə var ki, bu tərsinə xəyalı göndərib bizə düzünə verir. Gözün optik qüvvəsinin pozulması akkomodasiya deyilir. 4-cü qruplar bunu yaxşı bilir. Normal gözdə xəyal torlu qişada alınır. Xəyal torlu qişadan arxada və ya öndə alınanda buna görmə qüsuru deyirlər. İki cür görmə qüsuru var. Uzaqdan görmə, bir də yaxından görmə. Əgər insanlar yaxındakı əşyaları yaxşı görə bilirlərsə,
Bunların nöqsanı yaxından görmə adlanır və bu insanlar uzağı görə bilmirlər. Yəni nöqsanın adı ilə görə bilmədiyi yer tərs asılıdır. Tərsdir, bir-birinə tərsdir. Əgər bax bu cümlələr keçən ilin 4-cü qruplarının situasiyasına düşmüşdü. Keçən il 2025-ci il 4-cü qrupların situasiyasına düşmüşdü bu gözün görmə qüsurları. Əgər paralel şüalar tor təbəqəsində deyil, bir qədər arxa tərəfdə toplanarsa, belə göz yaxındakı cisimləri aydın görə bilmir və görmənin bu qüsuru adlanır uzaq görmə. Yəni bunlar uzağı yaxşı görür. Bax, buraya yazıram, bax. Uzağı yaxşı görürlər. Uzağı yaxşı görürlər. Uzaqdan görmə nöqsanlı gözün optik qüvvəsi, normal gözün optik qüvvəsi kiçik olduğuna görə bu nöqsanı aradan qaldırmaq üçün optik qüvvəni artırmaq lazımdır. Bu məqsədlə toplayıcı linzalı eynəkdən istifadə edirlər. Bax, gördüyünüz kimi, bax burada cisim xəyalı burada alınıb, tor təbəqəsindən arxada alınıb. Bu görmə qüsurlu gözdür. Amma toplayıcı linzanı bax bura qoşduqdan sonra, bax tor təbəqəsinin özündə alınıb bu cismin xəyalı. Sonra paralel şüalar gözün tor təbəqəsində deyil, bir qədər qabaq tərəfdə alınarsa, bax torlu qişadan öndə alınır. Onda bu cisimlər uzaqdakı cisimləri aydın görə bilmir və bu görmənin nöqsanı yaxından görmə adlanır. Bunlar yaxını yaxşı görür. Bax, yazıram ki, yaxını yaxşı görür, uzağı görə bilmirlər. Məsəl üçün, mən eynək taxıram, mənim görmə qüsurum yaxından görmədir. Mən uzaqdakı cisimləri görə bilmirəm. Yaxından görmə nöqsanlı gözün optik qüvvəsi normal gözün optik qüvvəsindən böyük olduğuna görə bu nöqsanı qaldırmaq üçün daha kiçik optik qüvvəni azaltmaq lazımdır. Bu məqsədlə D kiçik bir şərti ödəyən linzalardan, yəni səpəci linzalı eynəkdən istifadə edirik. Baxın, bu əvvəl açki taxmamışdan əvvəldir, eynək taxmamışdan əvvəl. Səpəci linzalı eynək taxdıqdan sonra, bax, bu cisim bu xəyalı torlu təbəqədə görə bilir. Bax, belə, görmə qüsurlarından da danışdıq. Mən sizə danışacaqdım sferik güzgülər. Bir var müstəvi güzgü, bir də var sferik güzgülər. Sferik güzgülərdə xəyalı almaq, eyni ilə toplayıcı linzalarda və qabarıq çökük linzada kimi eynidir. Əvvəla bura bir şey yazaq ki, sizə deməli, toplayıcı linzanın qaydaları ilə çökük sferik güzgünün qaydaları eynidir. Eynidir, birə-bir eynidir. Səpəci linza ilə isə qabarıq güzgünün qaydaları eynidir. Bax, bunu bir dənə yadda saxlayın. Ümumiyyətlə, danışaq görək güzgü nədir? Sferik segment formasında olan və işığı güzgü kimi əks etdirən cisimlərə sferik güzgü deyirlər. Sferik güzgü iki cür olur. Çökük sferik güzgü, bu bizim toplayıcı linza kimidir. Bir də qabarıq sferik güzgü, bu isə bizim səpəci linza kimidir. Baxın, güzgünün üzərinə düşən işıq şüaları içəriyə doğru, daxilə doğru qaytaran, daxili segmentə doğru qaytaran güzgü çökük güzgüdür. Bu çökükdür. Gələn şüaları xaricə doğru qaytaran güzgü isə, o isə qabarıq güzgüdür. Qabarıq sferik güzgü, bu isə çökük sferik güzgüdür. Yenə də bax, buradan deyirəm, baş optik oxdan güzgünün pən ortasından keçən oxa baş optik ox deyirlər. Sferik güzgünün qütbü segmentin təpə nöqtəsi. Bu bir segment desək, bunun təpə nöqtəsinə qütb nöqtəsi deyirlər. Düz ortada yerləşir. Digər şeylərə ehtiyac yoxdur və bu güzgünün fokus məsafəsi güzgünün əyrilik radiusunun yarısıdır. Bunu biləsiniz. Və burada da nətərdir vəziyyət? Paralel şüalar gəlir. Bax, qabarıq sferik güzgü üzərinə paralel şüalar gəlir. Qoy bunu burada rahat çəkim. Bax, deyək ki,
Bax bu çökük sferik güzgüdür. Bu tərəfi lehimlənib. Bax bu lehimlənib. Belə çəksək daha yaxşı olar. Bu da baş optik oxdur. Bu da qütb nöqtəsidir. Paralel şüalar gəlir. Bu daxili segmentə qaytaracaq bunu. Buradan da paralel şüalar gəlir. Bu da daxili segmentə qaytaracaq. Bax bu kəsişdikləri nöqtəyə çökük sferik güzgünün baş fokus nöqtəsi deyirlər. Və həmin o məsafəyə isə fokus məsafəsi deyirlər. Və bu çökük sferik güzgü f0-dan böyükdür. Və bu f məsafəsi, bunu biz çevrəyə tamamlasaq, bu çevrənin radiusunun yarısıdır. Əyrilik radiusunun yarısıdır. İndi qabarıq güzgüdə vəziyyət nətərdir? Onu izah edeyim sizə. Qabarıq güzgünün içərisi lehimlənmiş olur. İçərisi lehimlənmiş olacaq. Bunun da qabarıq güzgünü də buradan çəkək. Bunun içərisi lehimlənib. Bu da baş optik oxdur. Bu F, burada F yazaq. Bax, paralel şüalar gəlir. Bax, bu təbii ki, bu formada səpələyəcək bunu. Bunun uzantısı gəlib F-dən keçəcək. Burada da bu şəkildə bax, paralel şüalar gələcək. Bunun bax, uzantısı buradan keçəcək. Bu isə qabarıq sferik güzgüdür. Qabarıq sferik güzgünün baş fokus nöqtəsidir və o sıfırdan kiçikdir. İndi güzgüdə, çökük sferik güzgüdə xəyal qurmaq üçün 4 şərt lazımdır. Kitabda bunu verib, burada qarma-qarışıq şəkildə verib. Mən bunu sizə sadə formada izah eləyəcəm. Deməli, necə izah eləyəcəm? Birinci, yenə də bax bu şəkili lehimlədik. 4 dənə qaydanı izah eləyirəm sizə. Belə. Bu baş optik ox. Bu F, bu da yazaq 2F. Deməli, birinci qayda olduğu kimi birinci qayda budur. Paralel gələn şüalar 1. Paralel gələn şüalar güzgüyə düşdükdən sonra mütləq F-dən keçməlidir. Bu birinci qayda. İkinci qayda. Güzgünün qütb nöqtəsinə hansı bucaq altında düşürsə, o bucaq altında da işıq şüası çıxmalıdır. Bax. İkinci qaydanı bax burada qeyd edirəm. Buradan qütb nöqtəsidir, T'dir. Qütb nöqtəsinə hansı bucaqla düşübsə, o bucaqla da işıq şüası qayıtmalıdır. Bax belə. Bu ikinci qayda. Güzgüdə xəyal qurmanın qaydalarıdır. Üçüncü qayda. Üçüncü qayda. Çox məntiqlidir bu da. Əgər paralel gələn güzgüyə düşdükdən sonra F-dən keçirdisə, indi F-dən gələn güzgüyə düşdükdən sonra paralel qalmalıdır. Baxın. Bax buradan bir verin. F-dən gəlib. Bu güzgüyə düşdükdən sonra baxın bu şəkildə çıxmalıdır. Yəni baş optik oxa paralel şəkildə çıxmalıdır. Bax bu da üçüncü qayda. Üçüncü qayda. Və dördüncü qayda çox bəsit bir qaydadır. 2F-dən gələn şüa, 2F-dən gələn şüa, 2F-dən gələn şüa, 2F-dən gələn şüa. Elə istiqamətini dəyişmədən kör peşman geri qayıdacaq. Baxın. Buradan 2F-dən şüa gəlir. Düşür güzgü üzərinə. Elə
düşdüyü kimi də geri qayıdacaq. Bu da dördüncü qayda. Deməli, çökük sferik güzgüdə xəyal qurmaq üçün 4 şərt lazımdır. Bunlardan ikisini bilsək, bəs eləyir ki, güzgüdə xəyal quraq. Tonlu bəs eləyir. Gəlin quraq indi. Görək burada qurub mu hazır şəkildə? Hə, qurub burada. O eybi yoxdur. Biz orijinal sıfırdan özümüz çəkək ki, qoy rahat olaq. Bir dənə səliqəli şəkil çəkə bilsəm, yenə, hə, yenə bu ekranı burada paylaşdıq mı? Paylaşdıq, hə. Biraz səbirli olun, çəkəcəm. Bax bu güzgüdür. Çökük sferik güzgüdür. Bir dənə nümunə çəksək zaten bəs eləyəcək. Bax bu onun baş optik oxu. Bu onun baş optik oxu. Və yenə də iki damadan bir F götürək. Bax, bura olsun F. Burada olsun 2F. Tutaq ki, biz cismi qoymuşuq F ilə 2F arasına. Biz cismimizi qoymuşuq F ilə 2F arasına. İndi biz bunun xəyalını qurmaq istəyirik. İki qayda bəs eləyir. Birinci qayda nədir? Paralel gələn şüalar üzgəyə paralel gəldi. Bunlar hökmən hardan keçməlidir? F-dən. İkinci qayda nədir? F-dən gələndə, bax, güzgüdən F-dən keçirdirsiniz. Baş optik oxa paralel qalmalıdır. Bax, bu şəkildə qalmalıdır. Bax, belə. İndi mən bilirsiniz niyə şəkil bu şəkildə alındı? Çünki biz damaları düzgün şəkildə orada qeyd edə bilmədik. Bax, güzgünü bax, bura gətirsək, F-ləri düzgün şəkildə qursaq, onda biz bunu ala bilərik. Dala qaytaraq istəyirsiniz. Baxın, yenə də alın deyə alınmağına sadəcə eyni yerdə alınmış kimi gəldi. Eyni yerdə alınmayacaq. Bax, təxmini bax, buralarda bir yerdə alınacaq. Böyüdülmüş alınacaq. Amma biz yenə də qoy ürəyimizdə xal qalmasın deyə tam dəqiqliyi ilə nə edə bilərik? Çəkə bilərik şəkli. Qoy buraları silək tamamilə. Deməli, bax, belə şəkli çəkək. Bax, bura olsun F, bura olsun 2F. Burada olsun F. Yəni, indi mən elə bilirəm ki, indi alınacaq. Bax, cismi qoymuşuq, deyək ki, F ilə 2F arasına, bax, bura. İndi bunun xəyalını qurmaq istəyirik. Bunun xəyalını qurmaq üçün paralel şüa göndərməliyik təbii. Güzgü üzərinə. O güzgüdən sındıqdan sonra hökmən F-dən keçməlidir. İkinci optik mərkəzdən şüa göndərməliyik. Bu şəkildə. O da paralel qalmalıdır. Bax, bu şəkildə. Gördüyünüz kimi, baxın, bu cismin xəyalı burada bu şəkildə alındı. Böyüdülmüş alındı, tərsinə çevrilmiş alındı və həqiqi alındı. Bax, bu şeydə də, sferik güzgüdə də bax, bu şəkildə xəyal qurulur. Bu şəkildə xəyal qurulur. Qabarıq sferik güzgüdə cisim məsafəsindən asılı olmayaraq, xəyal həmişə mövhumi və düzünə və kiçildilmiş alınır. Eyni ilə səpəcil nizada olduğu kimi. İndi gəlin qabarıq sferik güzgüdə bir dənə xəyal alaq. İndi görək qabarıq sferik güzgüdə xəyal necə qurulur. Qabarıq sferik güzgünün içərisi lehimlənmiş olur. Yan səthinə işıq çöldən düşür.
Bu olsun baş optik ox ve burada yine de f olsun. Burada olsun 2f. Cismi koymuşuk deyək ki, f ile 2f arasına. Bura koymuşuk. Deməli, paralel şüalar gələcək. Güzgü üzərinə və bu təbii ki, bu özü yox, bunların uzantısı buradan keçəcək. Bir də bunun ən gözəl yolu qütb nöqtəsinə şüa göndərməkdir. Qütb nöqtəsi hansı bucaqla düşübsə, o bucaqla da qayıtmalıdır. Və bunun da uzantısını biz çəkib göstərsək, bax belə. Şüaların gördük ki, uzantılarında xəyal alınır. Bax, uzantılarında xəyal alındı. Şüaların uzantılarında xəyal alınırsa, bu cür xəyal mövhumidir. Baxın, bu cisimdir, bu da xəyaldır. Gördüyünüz kimi kiçildilmiş düzünə və mövhumi xəyal alınır. Yəni qabarıq güzgüdə xəyal həmişə belə alınır. Bir dənə də qaldı şagirdlər müstəvi güzgü. Müstəvi güzgüdə xəyal mövhumi olur, düzünə olur və özü boyda alınır. Gəlin onu da deyək. O 2 dəqiqəmiz qalıb görək çatdıra biləcəkmi? Müstəvi güzgü. Müstəvi güzgüdə xəyal burada da yaxşı qoyulmuş. Bir dənə bu cümləni yadda saxlasaq bəs eləyəcək məncə. Gələn dərsdə dərsə başlayan kimi bundan başlayaram. Deməli, cisim müstəvi güzgüdə xəyalı demək mövhumi olur. Mövhumi düzünə olur, özü boyda olur. Əgər cisim güzgüyə v sürəti ilə yaxınlaşırsa, onun xəyalı da v sürəti ilə ona yaxınlaşacaq. Cisim güzgüdən v sürəti ilə uzaqlaşırsa, onun xəyalı da v sürəti ilə uzaqlaşar. Cisimdən güzgüyə qədər məsafə d-dirsə, onun xəyalına qədər məsafə də d olacaq. Yəni d f-ə bərabərdir. Yəni müstəvi güzgüdə xəyal məsafəsinin modulu cisim məsafəsinə bərabər olacaq. Bax, bunu heç vaxt unutmayın. Bir də güzgünün görünməz sahəsi var. O necədir? Tutaq ki, burada baxan göz hansı cisimləri görə bilər? Buradakı A-nı mı, B-mi mi görə bilər? Ona baxmalıyıq. Güzgüdən görə bilər hansını? A-nı görə biləcək, B-ni görə bilməyəcək. Onu nətər çəkirlər? Onu çox təəssüf olsun ki, mən indi çox vaxt məhduddur. Güzgünün bu tininə şüa göndərirlər. Hansı şüa ilə çıxırsa, o şüa ilə də qayıtmalıdır. Bir də bu tininə şüa göndərirlər. Buranın da bir normalını çəkirik. O şüa ilə də qayıtmalıdır. İki qayıdan şüa arasındakı oblastda görmə sahəsi deyirlər. Bu sahənin içində olan cisimləri cisim görəcək, çöldə olanlar isə görə bilməyəcək, güzgüdən görə bilməyəcək. Ona güzgünün görüş sahəsi deyirlər. İnşallah gələn dərsdə güzgüdən sizə danışacağım. Evdə 2 başlıq var idi. Dim topludan 2 başlıq qalmışdı. Onları yazarsınız. Birinci və üçüncü başlığı yazıb bitirərsiniz inşallah. Sağ olun, gecəniz xeyrə qalsın.